Erdoğan baba olub. 10-cu dəfə baba olub. 10-cu nəvəsi dünyaya gəlib. Məndə 10-cu nəvəsi. Doğrudan da hamı deyir ki, məsələn, nənələrə, babalara sual verəndə baba olmaq necədir, nənə deyir ki, bunun özü də bir xoşbəxtlikdir. Maraqlı insan hisslər yaranır insanda. Babadır, nənədir. Bunun da bir maraqlı, fərqli tərəfləri var. Məsuliyyətli olmalısan, ağsaqqal olmalısan, ağbirçək olmalısan, nümunə olmalısan. Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan 10-cu dəfə baba olub. Olacaq. Təbii ki, istinad edirəm Unikala. Unikal xəbər verir ki, Səlcuq Bayraktar və Sümmiyə Erdoğan Bayraktarın 3-cü övladları dünyaya gələcək inşallah. Səlcuq Bayraktar və Sümmiyə Erdoğan Bayraktar 2016-cı ildə evləniblər. Cütlüyün 2017-ci ildə qızları Canan Aybükə, 24-cü ildə də oğulları Asim Özdemir dünyaya gəlib. Asim Özdemir, Canan Aybükə. Mən düşünürdüm ki, burada deyəcək Erdoğanın da adına, soyadına. Yoxdur, ona görə belə biraz tərəddüd etdim. Bir diqqətlə baxdım.